Onun bacıları hansı hardadır? Dubayda, Türkiyədə gedirlər. Dedi, mən öşləyirsən. Kiçik bir oğlun yetimi. Xala sənin anondur. Mən niyə hardan xala oldum sən? Gözələm. Sər-sər enerjiliyəm. Yoxdur cəhənnəm olsun. Mən xala səsimə. Xala get özüvə diginə. Xala sənin anondur. Kişkişə. Ay bacı, xala yaxşı sözdür, pis sözdür, anauza desinlər, bacıuza desinlər, qızıvuza desinlər. Mənim xoşum gəlmir də. Başa düşürsünüz? Xoşum gəlmir. İstəmirəm. Siz hardan mənim bacım oldunuz ki, sizin uşağınız mənə xala desin? Xala nədir? Mədəniyyətsiz uşaq böyüdənə qədər xala yox, xanım. Xala nədir? Hansı dövrdə qalırsınız? Hansı yaşayışda yaşayırsınız siz? Küçədə cəmaata xala, xala. Xala sizin ananız olar, bacınız olar, qızınız olar. Mən hardan xala oldum? Sizin mənə nə əlaqəniz var ki, sizin uşağınız mənə xala desin? Xanım, Zuzu desin. Mənə lazım deyil, Zuzu. Mən istəmirəm, mənə xanım zat deməyin. Allah razı olsun, çox sağ olun. İstəmirəm, xanım sizsiz. Mən xanım deyirəm. Mən küçələrdə bütün günü vel gəzirəm. Harda çörək tapıram, dimdiyimdə gətirirəm uşaqlarıma. Lazım deyil. Mənə Zuzu deyim, bəs eləyir. Başuza dönərəm. Zuzu, Zuzuşka, ablacım, canımcım, cım. Nə istəyirsən? De, xala demə. Zəhləm getir xala sözündən. Sen kabul eləməsən də xalasan az dur vızqırt buradan dedi şıntırılışkanın biri şıntırılışka. Selletimin əlindən kupanik giyinə bilmirsən ki baldırvın xətləri görünər. Az dur vızqırt da buradan. Səhər açıldı yenə. Səhər açıldı yenə əl deyməmiş ərlilərə. Oğlanlığım kadar anan ölsün ayba. Belə bir dənə cındır sevgilimiz də olmadı. Gəlsin mahnı ilə ağlasın burada. Mən yuxarıdan ağlayayım o aşağıdan. Oğlan ağlayır aşağıda mahnı qoyub. Hasta mahnını qoyub. Eşitirsən, kimsəsiz 555. Eşitirsən. İç sən olarsan. Qaynatovun, qaynanavun, hörmətli oğlandan qabağında iç sən olarsan, üzr istəyən sən olarsan, əylən sən olarsan, qaynana çörəyi yeyən sən olarsan, arvada konum atan sən olarsan, arvaddan it balası kimi qorxan sən olarsan. Mən heç vaxtı it yerinə qoyulmamışam, mən elə insan yerinə qoyulmuşam. Mənim qadınlığımla qazandığım hörməti sən kişiliyinlə bu boyda sünnətlik yerindən qazanamamısan. Ötür bızqır de, matışqa. Şəkil zadına bax bunun. Seydərəş. Qaynana çörəyi yeyənlər çıxdılar ortalığa yenə. Sakittir nə? Kəsin. Qadınlarla işiniz yoxdur. Gedin qaynanavızın çörəyini yiyin, oturun oturduğunuz yerdə. Söz veriləndə danışarsınız. Şa diyarım. Yazdığın sənin ailə üzvlərində. Mənə aidiyyatı yoxdur. O yazdığın ailə üzvündür, yəni. Səhər anova yazırlar, sən də eşidirsən. Mənə aidiyyatı yoxdur.
Bir kamera var. Uşağım ortalıqda qalıb. Uşaqla ortalıqda qalmışam. Ortalıqda qalıb səninlə gecə klublarına gedib kişi tuturam. Ortalıqda qalıb səninlə bir yerdə oğlan tutmusan, yanındakı oğlanı mənə düzəltmirsən, zəng eləmişəm, kartına pul istəmişəm. Ortalıqda qalıb neyləmişəm, bəlkə kart qoymuşam, kartıma pul atmışsın, süzür, şotuzur, uşaq saxlayıram, xəbərim yoxdur. Ortalıqda nə iş qallamaz mən? Ortalıqda niyə qalmışam ki mən? Sizin anuz, bacıvız, nəslünüzdə, kökünüzdə, cinsünüzdə heç boşanan yoxdur, nəslünüzdə yoxdur. Sizin o yanınızdakı körpə uşağınız nə bilirsən, nə vaxt boşanacaq, nə vaxt evlənəcək, gələcəyin olacaq. Mənim haram çöldə qalıb sənə dəxli yoxdur. Sənə kimi pivanoyların dal qapısından girib özüm barda qoymuram ki. Cəmaatın içində elə mən veçini belə geymişəm də. Sənə kimi gecələr qardaşıma, atamı yatışdırıb kabinetlərdə giyinib çıxmıram ki 5 dənə adamın içinə. Mən elə necə var elə giyinirəm. Necə var elə giyinirəm ürəyim. Necə var elə də giyinirəm. Xəyal, ailə üzvlərinin adını yazma bura. Bu ona buna levellər atırsan, səy-səy. Mən sər-sər əsəb niyə oluram? Heç vecimə də deyil mənim. Yazır ki, ortalıqda qalmışsan uşaqla. Kim nə bilir ki, sabah boşanacaq yoxsa? Yaxşı, elə oğlanlar var ki, Qurana and olsun. Elə hörmətli oğlanların bacıları boşanıb ki, başa düşdün. Elə cahil oğlanların o hörmətlə belə qarşılanır. Qardaşım, qardaşım deyirlər, ağızların suyu tökülür. Burada ayıb bir şey yoxdur. Boşananda ortalıqda qalmırsan ki, ortalıqda niyə qallam ki? Ortalıqda qalmaq bir sənədir. Kimlərdənsə pul istəmək. Baş üstə şahanə. Yəni ki, mən ortalıqda qalmamışam, şükür Allaha. Boşana bilərəm, nə olar ki? Həyatdır da, nə olar? Burada nə var ki? Ayıb bir şey yoxdur. Ayıb bir şey yoxdur, valla. Ay, Şəbiş xanım, valla. İnanırsan, boş-boş danışırlar da. Kim istəyər boşansın, otursun? Kimin neyin lazımdır? Yəqin ki, mən boşanmaq istəsəydim, meyilliyidimsə. İndi bir dənə oğlanla yaşayırdım da, bir dənə ev tutmuşdum mən üçün. Qəşəng bir villa. Uşaqlarımı atmışdım anamın üstünə, Sumka ilə bazarlıq eləyərdim belə. Gedərdim onunla aşk yaşayardım. 32 yaşım var, az mənim nə yaşım var, nə gün gördüm mən, nə səhər yeməyi gördüm ağzıma versinəm, ya aşkım, yib alam. Nə gün gördüm mən də istəyirəm də, nə olar ki? Boşandım, neynədim ki, bədbəxt canım, neynəmişəm ki? Neynəmişəm? Valla. Boşanıb neynəmişəm ki, kül mən boşanan boşuma. Əlbəttə, hər şəbiş, hər ürəyim. Dilənirsən, mən dilənməmişəm heç vaxt. Hə, bütün canlılar da bilədilər. Yo, mən keyfimi kim pozucuyum? İçimə deyil. Uşağını saxlayır, şükür deyil, ananı saxlayır. Anam saxlayır da, kim saxlamalıdır? Sən saxlamalısan mənim uşağımı. Mən qazanım, gətirirəm, anam da saxlayır. Nə olar ki? Əvvəl anam qazanırdı, indi mən qazanım. Burada nə var ki? Yəni, nə olar ki? Adamın uşağına ana baxar, bacı baxar, qardaş baxar. Kim baxar? Qonşun qapısını döyüm ki, nə olur uşağıma bax. Adamın uşağına ana baxır, bacı baxır, qardaş dəstək olur, atı olur. Bədbəxtlər görməmişsiniz. Mən görməmişəm, bunları görməmişəm. Siz ki, görmüşsünüz. Siz ki, atozdan atalıq görmüşsünüz. Qardaşınızdan qardaşlıq görmüşsünüz. Dayınızdan, əmmivizdən, xalovuzdan. Görmüşsünüz də, heç olmasa bir 800 nəfər var, onun bir 500'ü görüb. Mən heç onu da görməmişəm. İndi anamdan da görməyib. Daha hamından pislik gördüm bu həyatda, anamdan da görürüm. Daha ölümdə bir dənə qəbir olsun, geyim girim içine. Hə, valla, düz deyirsən. Hə, düz deyirsən, Tehran, valla. İndi birazdan gedirəm Rabişin rasxodlarını qarşılamağa. Rabiş səhər-səhər bir siyahı şeydi yazıb mənə. Gedim onları alım, aparım, benim ona. Çıxım, rədd olum, gəlim. Valla ağızları istəyirdədir bəziləri. Qadınları qınıyırlar, ağızlarına gələni yazırlar. Ən sevmədiyim şeylər.
Hamolulu mən də heç heç boş ver. Lazımdır sənə heç kimdən heç nə görmə. Allah hamınızın səhər-səhər ruzsunu bol eləsin. Öz qazancınızı yeyəsiniz. Heç bir kişiyə möhtac olmayasınız. Heç bir kişi də heç bir qadına möhtac olmasın. Qurban olum Allaha. Bax səhər-səhər deyirəm. Heç bir kişi heç bir qadına möhtac olmasın. Heç bir qadın da heç bir kişiyə möhtac olmasın. Yaxşı oğlanın çörəyini yeyəsiniz. Yaxşı qadın da sizin yanınızda olsun. Qutardı getdi. Qalanı bu şeylərdə. O birisi, bu birisi, o birisi, o birisi. Boşanmaq da ki, hamısının nəslində var. Heç vaxt üzülməyin ki, ailəviz dağılıb. Qurban olun Allaha. O bir dənə misal var. Deyir bir quş Allaha deyir, Allahdan küsür, Allaha deyir ki, onu həmişə özümə oxşadıram, o hekayəni. Deyir Allaha deyir ki, Allahım, mənim yuvamı niyə dağıtdın? Allah deyir ki, mən səni orada bir fəlakət var idi, o fəlakətdən qorudum, ona görə sənin yuvavı dağıtdım. Yəni sən məndən küsmə. Qismət beləymiş. Sənin səhvin belə olsa, anava qulaq asmamısan, atava qulaq asmamısan, bu yolu gedmisənsə, deməli elə bu yoldan da getməliydin. Sənin həyatın buydu. Çalış, o bədbəxtçiliyin üzərində heç nə qurma da. Qabağa bax. Mən qabağa baxıram, neyniyim? Gedim özümü öldürüm, neyniyim? 2 dənə uşağım var mənim, yaşamalıyam da. Durum ağlayayım bütün gün. Bunlar istəyir ki, mən oturum bütün günü ağlayayım belə. Ölürəm acından. Uşaqlarımın ehtiyacı var. 50 manat atsaydınız, kommunalları ödəyərdim. Bunlar öyrəşib də, ay bacı, deyirik güllük başlarına da düşür. Düz. Ekranımdakı nömrə qızlar arıqlama çayıdır. Arıqlama çayıdır. Mən özüm də şəxsən məsəl üçün ondan arıqlamışam. Sinə hissələrim bax arıqlayıbdır. Hələ burada mən çox kök görsənirəm. Mən real görənlər bilir ki, mən bu boydayım. Sinə hissəm arıqlayıb, qarın hissəmdə arıqlamalar olur, qol hissələrimdə arıqlamalar olur. Yəni, kimlər istəsə buyursun səhifədəki əlaqə nömrəyə yazsın. Hal-hazırda indirimdədir. 20 dənəsinin qiyməti 60-dır. Çatdırılma da poçlandı qızlar. Yaxınlaşırsınız, poçta gedib götürürsünüz. Kimlər istəsə buyursun yazsın. Məsəl üçün bizdə bir xanım var idi, onu deyən görsədim sizə. O qadının, bu əvvəlki videomdur mənim, baxın deyəm. Bu mənim əvvəlki videomdur, baxın. Sinəmə, qarnıma. Tamam dəyişib də, yəni hər şeyim dəyişibdir. 65 kiloydum. Sonra müştərilər də var, məsəl üçün göstərə bilərəm sizə. Bir dəqiqə gözləyin. Bir xanım var idi, deyən onu göstərdim sənə. Bu xanım. Salam həyatım, necə səndən var, nə yox? Düzdür, bax, necə arıqlamışam, səndən şəklimiz var idi. Əvvəl sonra eləyə bilərsən. Mən çox arıqlamışam da, təmiz qarnım gedib. Öpürəm səni həyatım, Allah sənin onlarını saxlasın. Allah anama can sağlığı versin. Qarnına bax, qarnına bax. Burada qarnına bax. Hərədə bir cür arıqlayır da. Qaşıma görə hansı nömrəyə yığam deyə bu nömrəyə, qaşınıza görə bu nömrəyə yazın. Bu deyə buna. Buna. Mən də avtomatik arıqlayıram qızlar. Qollarım arıqlayır, sinəm arıqlayır, qarnım arıqlayır. Mən avtomatik arıqlayıram. Hal-hazırda 20 dənəsi 60-adır. Çatdırılma poçlandır. Yazırsınız, ad soyadınızı, ata adınızı poçlan çatdırılma göndərilir. Taxta. Nə taxta? Mən də səni sevirəm. Bu nömrəyə yazın qızlar. Burada məlumat verilmir. Bu nömrəyə yazın. Taxta nədir? Mənə deyir taxta yoxşuysan, eybi yox. Qudisində baş çatmır. Qoy nə deyir desin. Boş ver. Bakılısan, yox mən Suriyə qaçqınıyam.
Atacağım səni bloka. Yaxşı, yaxşı. Şşt. Davay, dur vızqırt. Dur vızqırt. Mən başım götürmüş şit gədələri burada. Başım ağrıyır deyirəm. Gədə xeylaqlarını başım götürmür də. Özünüzü normal aparın burada. Nə olub? Bu qədər qızın içində necə bambıllıq eləyə bilirsiniz, Niyə dəyişdiniz, siz? Niyə belə bir şit gədə olmuşsunuz? Ay Allah, bunlar niyə belə şiddətçi bir çırtıqlaşıblar, Elə bilirlər qızların xoşu gəlir. Burana qız sizdən xoşu gələnlər ancaq şortu qızlardır. Şortu qızlar da, yəni. Özlərini hörmət qoymaya. Küçələrdə belə gəzənlər. Belə gəzənlər. Normal özünü küçədə aparan qızın sizdən xoşu gəlməz. Özünüzü biraz normal aparın da. Bir sözü 10 dəfə yazır. Nə var yazırsan? Nədir? Oxumaq istəmirəm. Görürəm, oxumuram. Ay Allah. Az bunlar nöş belə olublar, ay bacı. O həsrət yağır oğlanlara, həsrət küçədə. Bir dənə üzümüzə baxmayan oğlana, bir özünü belə ağır aparan. Hansı var? Hə? Dəlidirlər elə bil, dəli. Nə olub sizə? Nə olub? Rauf, necəsən? Həsrətik. Bu Gəncə 006 mən gəldim. Hə, xoş gəldin, sən də xoş gəldin, yaxşı elədin. Bir sən çatmırdın elə. Adı görmürsən, çit. Adı həsrəti bir oğlan girəndə harası obyektə özünü belə aparsın. Sən necə? Bir dəfə baxsın da sənə. Bir dəfə. Yox. Olsa tutacaqsan da onu, o sənə baxıbsa sən də onu tutacaqsan, o da səni tutacaq. Tutuşacaqsınız da. Heç olmazsa bir dəfə bax, yarım saatdan sonra bir dəfə də baxarsan. Yox, kimə deyirsən? Yox. Kimə deyirsən? Az qoza kişilərin başını bıraxır, onlar xəstə adamlardır, qoza kişilərin başını bıraxır. Qoza kişilərlə nə işin var sənin? Ayımız gedib, bayımız qalıb qoza kişilə. Dırnaqlarıma bəsdir də, dırnaqlarımı belə istəyirəm. Xanım. Ərun deyəsən səhər üzünü çevirib yatıb. Deyən da, başımızı ağrıdma, biz xəstə adamlarıq burada oturmuşuq. Mən çuşqayam, az çuşqa səni. Ay, vaxtında Rexonasını vırmayıb, itiyi verən. Ay, evdən çıxanda Rexonasını vırmayıb, küçədə qoltuğunun altına 40 dəfə duxu vuran iyi vermiş. Az dur, rədd ol, az buradan. Az dur, rədd ol, məni nervinlik eləmə, xəstə adamam mən. Məni əbəstləşdirmə. Qoy oturmuşam. Şax deyərəm. Otur mənim vəfadarım. De sultanım. Geyib özümü öldürəcəm. Geyib özümü tullayacağım maşının altına. Akşam gördüm səni. Niyə ablam? Niyə sənə qurban olum? Harada gördün? Görüş məndən, mənim kukla bacım. Mənim model bacım. Mənim dünya gözəlim. Harada gördün məni? Gəl mənə. Belə sən uzaqdan bir dənə mənə baxsan, mən gəlib səni maç eləyəcəyəm. Sən uzaqdan bir dənə belə eləyən kimi mən öpüb qucaqlayacağım sən. Hara belə gedirsən? Heç nə, uşağı bazarı aparacağım. Bugün nə vaxtıdır? Bu sırqalarımı bir dənə deyişim, uşaqlar yadımdan çıxır. Bir həftədir bu sırqalar məndəndir. Yadımdan çıxır bunları dəyişmək. Bunları dəyişmək lazımdır. De sultanım, de sultanım. Ne oldu yine? Ay Cəbrayıllı.
Eşitirsən məni Alik? Eşitirsən? Evin içine biraz arada dikkat elə. Arvadının divanın altından telefonunu götür. Biraz qeyrətli sirkələ. Sən mənə kimi qeyrətli olmaqdan ötəri, bir dastoyni yaşamaqdan ötəri birinci evi uborka elə. Mütləq arvadının divanın altından, taxtın altından telefonunu götür. Mütləq. Mütləq. Can Nərgiz, öpürəm səni kukulam, canım ablam, şirin ablam, bal ablam. Ölürəm də namus qırıyar. Az bezdimi bu namus söhbətinə, vallahi yoruldum. Bütün günü mənə biri namussuz deyir, biri qiriyyətli deyir, biri qiriyyətsiz deyir. Kişi xeylə, özü hörmət eləyən kişi, bax, Rauf kimi gəldi, salam yazdı, oturub sakit, qulaq asır ki, uzun gic-gic danışır, mən də qulaq asırım. Kör birdən adama söyüş yazar. Ümumiyyətlə, Rauf'un qismində nə qədər burada oğlanlar var, təşəkkür edirəm sizə. Allah sizin anavıza o qədər can sağlığı versin. Anavuz həyatda yoxdursa, Allah rəhmət eləsin ona, ruhu şad olsun. Allah sizin o kişi kimi sizi böyüdən atalarımızın əllərindən öpürəm ki, necə mədəniyyətli adamlarsınız, oturmuşsunuz burada adam balası kimi, kişi balası kimi. Bir dənə qadına bir şey yazmazsa, az 3 dənə 4 dənə matışqa çıxır, bir dənə şey yazır, adamı nervləndirir. Ay bacı, Allah bu belə kişiləri bizə çox görməsin, bunlar çox alsınlar. Bunların uşaqları olsun, özləri kimi böyüsünlər bu ictimai, bu cəmaata xeyirləri olsun. Cavan gəlinlərə, cavan qızlar ailə qursun, ərə getsin bunlarla. Az arvad-ağız olublar da bəziləri. Da ölürük yaxı. Da bəsdir də. Da bəsdir. Mən bir qız uşağı olaraq 32 ildə ailə qura bilmirəm. 32 ildir mən ailə həyatı qura bilmirəm. Qız uşağı kimi qalmışım. Mən də istəyirəm də bir əlim ələ deyilsin. Ələ deyir, peşman olurum. Ələ deyir, peşman olurum. Qoyurlar ki, qoyurlar. Ələ deyən kimi peşman olurum. Onlar həyatda nə? Onlar həyatda o qədər doğuşan ediblər ki, gəlim maytorac. Allah ölənlərə rəhmət eləsin. Arvadlarına konum atanlardır da. Analarına konum atanlar, arvadlarına konum atanlar. Nə gözləyirsən? Mən bir qız uşağı olaraq hal-hazırda hazıram. Kulaqlarımdaki ilə boynumdaki uymur. Hə, yaxşı. Gedim görüm nə uyuştururam bunu, içine azlar. Uyuştururam bunu, içine azlar. Vay. Bir Mösüm ağanın nəzir qutusu durdu. Pisi. Ruçka verək var yalnızda, tutun siyahı. Durdu. Zəhər açıldı. Davlinim qalxırıb mənə yığanda. Kar oldu Rabiş, kar Rabiş. Dəstimi 4 il bundan qabaq almışam, 3-4 il. Sırqana taxım.
Anam evdə. Kar götür de. Ana kör, uşaq kar. Atası geldi. Sen her gün başı uyursan niye be bayrağı çıxıram? Nağırım. Hadi ana kör olanda uşağı da kar olacaqdı. Aynen. Ha. Ver görüm. Çok yaşayabilirsin sanırım. Bas. Ralo bir dənə yığ o nömrəylə. WhatsApp-a gir. Blok atmıştın dəqiqədən bir yığır. Qız qardaşı adam blok atır. Ne var? Deyən görüm nə istəyir. Oranın küçükleri göz atmışım ben. Hə, Rabiş, buyur canım oğlum. Telefonla niye yıkılırsa? Canlıdadır. Hə, canlıdayım. Bundan söz videoda nəsə istəyirsən. Birazdan gəlirəm. Qız qız. Değme. Yaxşı. Evim oldu. Yaxşı, çıx. Hə! Hə! Ben paltolarımı uzadım. Boşluğuna ne dedi ki mama getirese ya. Hə də keçindən niyə belə oldu? Deyir ah. Getdirən nənəvə seçkan yığsın yaxşı. Niyə belə oldu? Buram niyə belə oldu? Olmaz. Ne oldu? Ne olmaz? Az yok vuramı nəsə. Damarım partlayır. Dodağımda az kimdən neynədim ki dodağım belə. Az heç kimdən iş eləməmişəm. Ne oldu burama? Raul məni nervləndirir də səhər-səhər. Ay bacı heç kimdə heç şey eləməmişəm. Bu niyə belə olub? İsti suya nə vaxt girdim ay Nazlı? Sən də düzüb qoşursan isti su. Sən də örtbasır eləyirsən. Hala isti su eləmişəm. De. Damarım partlayıb, evet. Nə bilim az. İndi nənəsi gəldi deyə. Rabiş! Telefonu gətirsin bura. Mən alacam özüm, getmə. Mən bazarlıq eləyəcəm. Mama qurban. Ama sen pazarlık elemezsin. Bax, bir dənə çıx da bari, olarsa da deyil bizim. Niyə ata, niyə? Anne nə eləməsin, mən eləyim. Yok hesap. Da. Tam orada. Neyim var? Səs qonzadım. Var. Bu.
Boşanmış gəlinlər kimi. Evin mama sağdı götürürlər. Dadır. Promo elə evə gətir. Ay Allah, ay Allah. Mənim sən Kızım gözle sen indi başıma mineceksin ha. sən tut. Atası, hadi yaxşı da başqa söhbət eləyin. Mənim dəyərli dostum. Mənim yaraşıqlı dostum. Mənim Tamam. Yaxşı. Mənim bu gözəl dostum. Gəl mən sizə biz gözlərik danış. Mənim bu gözəl dostum, yaraşıqlı dostum kimdir? Uşaqlar, bir gün mən yatmışam belə. Bir də gördüm ki, qızım mənə dedi ki, mama, saçımın arxası yoxdur. Buram yoxdur. Dedim, ay bala, eybi yox, boş ver, düzələr. Ondan sonra uşaqlar, bir də gördüm ki, getdim uşaqlar gəzməyə apardım səhəri günü. Bir də gördüm ki, qızım deyir ki, mama, qulağımın yan tərəfində saçların yoxdur. Uşaqlar, mən zəng vurdum, bir tanınmış bir xanım var ona. Tanınmış bir xanım var, ona zəng elədim. Dedim o xanıma ki, xanım, elə bir ki, insan necə stresə düşə bilər də, anidən özünü sevən adamsa, nəsə olur da sənə. Zəng elədim ağlaya-ağlaya xanıma ki, mən bu günləri sizin qəbulunuza gəlmək istəyirəm də, nə olar, məni qəbul edə bilərsiniz. Mənə dedi ki, yo, ayın 15-dən sonra, ayın da belə təxmini deyim də sizə, 1-i, 2-si idi, 3-ü, 4-ü idi belə. Dedi 15-dən sonra. İnanın, Allaha qızlar, mən ağlaya-ağlaya qaldım. Bir də gördüm ki, baba, bu insan. Bu mənim dəyərli dostum. Mən onu o qədər çox istəyirəm. İnanın Allaha, yəni. İnanın səmimiyyətimə, onu o qədər çox istəyirəm. Nəyə görə çox istəyirəm? Çünki mən ağlaya-ağlaya zəng elədim. Mənə cavab verdilər. Mənə dedi ki, bu dəqiqə gəlin. Problem deyil. Həkimin qəbulunda adam çoxdur, amma bu dəqiqə gəlin. Problem deyil. Siz, yəni bu qədər pissizsə, yəni gəlin də, biz sizə atqaz eləyə bilmərik. Həkim bilər. Görün, bunun telefonuna cavab verən qıza bax. Deyir, həkim bilər. Biz sizə belə davrandığımız başa düşürsən, olmaz. Yəni, bu insanın mədəniyyətinə, tərbiyəsinə bax ki, bir insana deyir ki, pulun ölüsü deyil, pulun ölüsü olsa reklamlara o pul bıraxar, gedər qabağa, başa düşürsən. Tanıyan da tanıyır mənim həkimimi. Mənim saçlarım qızlar bu vəziyyətdə idi. Mən o günümü unutmaram və o günlərimin şəkillərini heç vaxt silmirəm. Heç vaxt. Görsədim sizə. Deyən görsədim sizə. Qızlar, mən bu gündə olmuşam. Bax. Bu mənim başımın arxasıdır. Üç aya tük gəldi başıma. Ağ tüklər bilirsiniz nədir? Onun əlinin, necə deyim, əlinin bərəkəti. Belə deyirəm mən ona. O insan, mənim başım belə idi. O ağ tükləri onun müalicələrinin nəticəsində mən əldə eləmişəm. Bu mənim saçımın qıraqları. Yox idi. Ağ tüklər çıxdı. Zəng elədim həkimə ki, həkim, bir ayımız tamamdır, mənim saçıma ağappaq tüklər çıxdı. Dedi, onlar qaralma verəcək, narahat olma. Yəni, bu insanın yanına az yaşlı uşaqlar da gedir, kişilər də gedir, qadınlar da gedir. Kimin yoldaşı əgər xasiyyəti pisdirsə, yoldaşım icazə vermir, kişi yanına gedim, kişi həkiminin yanına gedim, orada xanım həkimlər də var. Həkim başının üstündə durur, iynələri deyir hansını vurmalısan, başa salır, o xanım həkim vurur.
Yəni ki, bu həkim belə gözəl həkimdir. Kimdir? O həkim zəhmət olmasa bir dənə siz mənə burada yazın, mən sizə etiket eləyim. Qəbulu baha deyil. Qətiyyən elə deyil. Həkim bir dənə zəhmət olmasa siz yazın, mən sizə etiket eləyim. Mən bu həkimi heç ölənə qədər mən onun yaxşılığını unutmayacağım da. Həkim mənə bilsən nə vaxt tanıyıb? Mənim müalicəm bitəndə. Mən həkimin qəbuluna gedəndə mənə qız dedi ki, oradan siz bizə tanış gəlirsiniz. Onda da TikTok'un elə vaxtıdır ki, deyim sizə 3 il bundan qabaqda, 3 ildir neçə deyəm, buradan deyəcəm sizə neçə ildir. Şəkillərdə var da. 2024, 3 ildir. Qız da mənə deyir ki, səni tapa bu həkimdir qızlar. Buyurun takip atın, mənim adımla gedin, yararlanın, endirim olsun sizə. Həkimin qəbulda öncədən yazılın. Kimin yoldaşı icazə vermirsə ki, ay kişi həkimdir, orada xanım həkimlər də var. Səhifədə profil şəklinin altında əlaqə nömrəsi də var. Saç həkimi deyil, saç müalicəsi eləyir bu insan. Çox gözəl də müalicə eləyir uşaqlara. Səhifəsinə girin, özünüz hər şeyin şahidi olacaqsınız. Mənim eşitməyimə ehtiyacı yoxdur. Səhifəsinə buyurun, girin. Səhifəsində hər şeyi görəcəksiniz. Bəylər, xanımlar, uşaqlar buyurub gedə bilər. Ağa doktor mənim, yəni qardaşımdır. Mən onu dünya qədər çox istəyirəm. Onun balasına Allah can sağlığı versin. Onun Allah anasına can sağlığı versin. Balasını xeyirlə böyütsün. Ruzularla böyütsün. Sağlam canla böyütsün. O mənim, nə bilim, o mənim doğmam kimidir də. İnanın, mənə həyata qaytarıb da, yəni. Mənim o keçəl vaxtlarımda. Saçlarım burada yox idi, mənim saçlarım burada heç ümumiyyətcə yox idi. Keçəl idim, buralarım keçəl, buralarım keçəl. Nə gündəydim mən, ay Allah. Yoldaşı yoxdu axı. Subaydı. Müalicə iynələrlə eləyir, aparatla eləyir. Nədən olmuşdu? Əsəbdən. Kişilərdə saç tökülməsi sizin əlinizdəndir. Hər kişiləri də eləyir, oğlanları da eləyir, uşaqları da eləyir, arvadları da eləyir. Kül sizin başınıza. Yazır ki, patxod elə. Az bəs sən şeylər yazmaz. Ailəsi mənə baxır, mədəniyyətin olsun, tərbiyyən olsun. Onlar hamısı məni tanıyır. Boyu yesən kimi 2 dənə padruqam olsa mən bayra çıxa bilmərəm ki. Sənin kimi mənim 2 dənə padruqam olsa mən bayra çıxa bilmərəm. Az yox elə. Az qaraçıdırlar da. Mənim həkimimdən yoxdur. Bir tanedir. Deyən görüm. Deyən. Nə oldu yenə? Silindi mesaj. Boy Allah məni öldürsün. Kuşlara bak, cik 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 cik. Salam mənim gözəl ablam, necəsən canım mənim? Nə vaxt istədiniz? Buyurun yazın. Öpürəm səni. Allah sənin can sağlığı, bol uruzu versin. Aleyküm salam yapın. Hoş geldin. Buyur. Hoş geldiniz hamınız. Mənim dəyərli dostlarım.
Mənim görkəmli sənətkar dostlarım. Qaynaq qoyma onda. Qaynaq mən sentyabra qədər qoyuram qaynağı sonra. Qaynağı mən sentyabra qədər qoyuram. Sentyabrdan sonra çıxardıram ürəyim. Mənim oğlum da doktora, Allah sizdən razı olsun. Mənim oğlum müalicəsini etmişsiniz. Səyidə xanım elədir də o. Mənim gedəsi yerlərim var, amma mən cındırılığıma sarılıb oturmuşam canlıda. Səhifədə əlaqə, həkim budur. Baba, burada görürsünüz həkimi. Baba, görürsünüz deyə yazdı, halal xoş. Həmən səhifədə əlaqəni görəcəm. Neyi görəcəksən? Ay qız, niyə gülürsən? Sənə nə var? İfritə, sənə nə var, niyə gülürəm? Sənə nə? Paxıl. Suzu diş həkimi dinəndə. Deyirəm. Niyə deyirəm? Yeməmişəm, içməmişəm, tuvalete getməmişəm, birini almışam, birini almamışam, çiçərimə pul vermişəm. Niyə deyirəm? Raul, zəngimi götür. Öz telefonuna bana ata. Tuvalete gitmeyelim. Raul, üzvən əhlət. Sən kiməm? Yox xanım, yoxdur. Bu kızı kimse kızmıştır. Az sakittir. İşlerim var, gedəsi yerlərim var. Rəhimə! Ay Rəhimə! Raula denə telefonuna cavab versin, öz nömrəsinə. Denə telefonuma cavab ver. Öz nömrəmə. Ay kızım. Denə öz nömrəmə cavab ver. Hamur.
At onu bloka. At ona səhər-səhər gəldi. Gözdə bir dənə Ralınla dalaşım. Gözdə yazıram deyəm. Sən başın gedib yenə. Bu nə deməkdir? Niyə bizi səhər-səhər gic eləyirsən? Nə istəyirsən ha bala? Yaxşı da Raul, bezdirmə. Otur sakit. Bekar qalmısan. Məni yığırsan, onu yığırsan. Küstü məndən. Bütün evi səhər açılan. Mənə oxşayırdı Avçar qadın. Ay can, yığdın atam bir dəfə. Dedin ki acımışam. Birazdan bazarlıq gətirirəm desene. Yaxşı, yaxşı, ölüm qabağımda. Yaxşı, Rəhimə yığmır səni. Sən yığırsan Rəhiməni. Telefon səsini eşidirəm. Ben onu yığdım. Dedi ki mamaya yığ. Yaxşı. Nəsə olub, darıxırsan atam. Mən də darıxıram sənin üçün. 5 günün gedib, 10 günün qalıb. Allah qapı atsın, sənə qurban olum. Ölüm ayağımın altında. Hə. Hə, can, bildim atam. Bildim, sənə qurban ol. Paxıllıqdan öləcəksən. Şimdi de ben parka parasın. Böyle benzin sat yeri var ha. Mən aparacam da səni, hər. Bugün. Bugün yox, sağalanda. Yine qurban olum. Qaragöz. Qaragöz. Hə? Bugün var. Bugün necə aparım səni? Cəmaatın uşaqlarına da keçirdik. Ben şeyza. Yaxşı, yaxşı, yaxşı işlənmə. Hiç yerim satmayayım. 10 gün karantinindi. 2 həftə karantində, 14 gün. 4 günün gedib 10 günün qalıb. Kullandı da geçmişik. Yox. Bizim benim paltalarımız atını getir. Gətirirəm, gətirirəm. Kapının altına koyma. Hemenki kimi. Yaxşı. Göz yersen ben düşürürüm. Maşallah da bakalım. Yaxşı, öpdüm. Davay, davay. Hələlik. Canlıdayım. Davay. İnşallah başqa suallar verməyin. Maşının mübarəkdir. Hansı maşının? Evə qalxmırsan bacı. Hansı evə? Evlərinə yox qalxmıram. Atası gildə özü istəyir qalmaq. Raul deyən. Raul nəyi deyir? Maşın için yığdırmağa gedirəm indi. Köy yığdıracam için. Rüfət, Nöşməni sevirsən adı? Geyib için göy yığdıracağım. İçinin şeyləri var, onları götürməliyəm. Üzü yaya gedirik. Kojadı içim. Mən yiyəcək. Sonra qaşımı sildirməyə gedəcəm qızlar.
Qaş silmənin reklamlı storimdə paylaşacağım. Kimlər istəsə buyursun müraciət eləyə bilər. Və bir-iki yerdə nakolkam var, onları da sildirəcəyəm. Və bir də qaşımı sildirəcəyəm. Zəhmət olmasa storylərə baxarsınız, səhifəni etiket eləyəcəyəm. Qaşımı kim silib, sizə ondan tanış eləyəcəyəm qızlar, yaxşımı? Çox sağ olun. Çox sağ ol can. Gidəcəm qaşımı ikinci səfər sildirməyə qızlar. 2 yox, 3-cü seansdır. Mən onlar zəng eləyəndə gedəcəyəm. Mən indi maşın bazarına gedirəm. Gedirəm maşın bazarı qaparam vırala. Oradan keçirəm maşın bazarına. Maşın bazarında maşın için yıldırım. Saat 5-6-ya qədər orada işləyirlər onlar. 6-ya qədər keçə bilərik. Amma əslində mənə zəng eləməlidirlər. Hə, pisi onda ayağı. Ağ elə də salonunu. Salonunu ağı neynir hə? Görəsən sizin kimi ikinci səmimi bir yenə var. Mən kimi səmimi insan burada TikTokda Vəlizar. İkinci səmimi insan Vəlizardır. Qalan heç kim burada səmimi deyil. Yoxdur. Yox, yəni bu acı həqiqət budur da. Qalan heç biri səmimi deyil, gəlmir axı mənə, yəni. Bir də Ləman, hə, Ləmanı çox istəyirəm. Ləman yaxşı qızdır. Ləmanı çox istəyirəm. Özümdən asılı deyil, yəni. Ona qarşı bir nifrətim yoxdur, onu çox istəyirəm. Bakinka da yaxşı qızdır, Bakinka. 3 dəfər də bəs də çox getdik elə bil. Çox adamın adını çəkdik burada. 3-4 dənə bəsdir. Səndən yox. Sağ ol ay Ülvi. Allah sənə can sağlığı versin. Allah ailəvi qorusun. Tırnaqlarını niyə ayrıldı? Birin pulunu ərim verir, birin pulunu sevgilim verir. Niye? Deyin görüm. Anamın səsi için darıxdım. Mama bazarlığa düşdü. Qoymadı mən eləyim. Sen adamsın ki üzüm. Həmişə üzün gülsün. Hansı? Sizi bir dənə sən çıxsan. Mən də sizi sevirəm. Aşk, buradayım bak. Gel bul beni. Sen, ha, yaxşı. Aşk, buradayım bak. Gel bul beni. Az başımı qurudum da mən. Uşaqlar, bugünə kimlər poçt çatdırılma istəyirsə yazsın mənə. Sabah səhər tezdən çatdırılma olunsun. Yaxşı qızlar. Bu nə gündədir. Təşəkkür edirəm həyatım. Mən oğlanla görüşə gedəndə sənə kimi 1 kilo makyajla getmirəm. Mən elə belə istəyirlər valla. Belə sevirlər. Belə sənə kimi burnuma bir şey, burnuma bir şey, gözümün altına bir şey, burama bir şey. Valla heç nə eləmirəm. Hə. Hə. Yaxşı. Sen bilirsən ki, mən ağzımı saxlaya bilmirəm. Sən niyə yazırsan yuxarıdan? Sən bilirsən ki, mənim reaksiyam pisdir. Bilirsən, sən bacımın gözləri ağzı dayanmır.
Öləcəksən də day. Sən bilsən ki, sənin bacımın gözü ağzı dayanmır da. Hə qızlar, ürəyindəkini səsli şəkildə deyir. Sənin ağzımın danışığını bilmirəm. Qızlar, bu da mənim parfümümdür. Aşklarım mənim, bir tanələrim, gözəl ablalarım. İnşallah. 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 Hə qızlar, kimlər bu parfümdən almayıbsa bax alsın bax. Gün ərzində sizin ablalarınız bunun iyindən yoxdur. Ben küçəyə çıxacağım ben. Küçədəkilər mənim maç-kuç eləyəndə. Zuzuşka, hansı iyiydi bu? Hansı iyiydi bu? Xalanın yanında bu qədər tamaşaçı gözləyir. Az xalan başı çönüb, xalan mən az xala nədir? Maşın şeyim qalır. İndi gedəcəyəm maşın bazarına. Maşın bazarına gedirəm ablacığım. Gedim maşın bazarına, maşın için göyünü düzəltdirəm. Bir bomba kimi. Elə rayona getmək istəyirəm bir günlük. Ay Allah, səhər tezdən səhər açım belə qəşəng. Qəşəng rayona getmək istəyirəm. Burada Şamaxıya, cəhənnəm Şamaxıya da olsa olar, eybi yox. Ən gözəli səmimiliyimə inanın. Allah şahiddir ki, bu parfümdür. İki parfümün qarışığıdır. Özüm satıram. Bu boydası 65'ədir. Bu boydası 45'ədir. Çatdırılmada daxildir poçla. Adı Zuzu. Parfümün adı nədir? Zuzu. Bahadır. Seçim sənin, yol sənin. Hə. Hə. Aynen. Saskamı yedikten sonra küçüğe çıkabilirim. Hə, qapının ağzında oyna. Yazın. Niyə yazın düşmür ki? Niyə inəm sənə qayət? Bir dənə saska yiyeyim, çıxım gedim mən də. Sen de. Hadi bir dənə yiyeyim də acılından Hala əsirəm. pişirmeyin. Hala olmuyor. Canım anam cik cik, şirin anam big big. Canım anam, anam benim, çok şirindir. Kəsməyimi zaman yox. Hə, yaxşı Ayma, yaxşı, hə, yaxşı. Hə, yaxşı Ayma, yaxşı. Ne oldu be Ayma, yenə ne oldu sənə? Allah paltarını ütürmür. Səni ütürməkdən tərk etsə paltar alırsan. Ayman. Çok cındır uşağım, ben bilirəm Ayma. Ayman sen bir tane videoma dergide bir de ki bir şey koşar başında. Canım anam. Big big. Ay dərim uşaq doğsaydın, uşaq da bunu giyinərdi. Nasıl uşaq doğsa, kimdən doğum? Er yoxsa. Köyüne köy Körpə. paltarlarımızı diyor. Körpədi. Yallı, ona kim baxsın? Cüt almışdım siz için. Sağ olmayasınız. Göster, mən göstərərdim. Elindedir. Oha, oh my god. Az mən kimdən uşaq doğum ay bacı? Ona kim baxsın? Qoyun yerinə də görüm indi görüm nə tər eləyirəm, nə edirəm. Xəbər eləyərəm sizə, konum ataram sizə banitsadan. Gələrsiniz. Bakın gelin kızlar gelin. Əynivi giy. Keç Bu də. dakikası yok da niye takırsan? Keç. 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 Koydum. Keç. Sen koydun. Keç. Güldün elə bir bugün çok güldün. Gir əynivi giy. Hele bana bak bu görüntüm var. Suzan. Bir de çay veren olsaydı tuvalette. Dəmirdə çay qaynar, əla həzzət çay içsin. Anne tuvalette içedi. Hə? Tuvalette içedi. Bir de çay verin de giyirəm. Əla həzzət. Saçın duracağım. Saçın duracağım. Ayman. Kapat. Ay yaxşı da başım getdi elə bil əlimizdən. Mən bu evdə balaca uşağam. Biri çay verir, biri paltar müzləyir. Asya, yoruluram.
Enerjim yoxdur. Mənə küçədə pul qazanmaq deyə ablam. Mənə odur. Çişim küçələrə eşşək balası kimi pul qazan. Mən nə deyir, mən nə deyir. Həftədə bir dəfə özümə vuxadnoy verirəm. Bugün də vuxadnoyumdur. Gedəcəm sup yeməyə, şəhərə gedirəm. Ürəyim sıxıldı. Gəldi mənə yenə. Bacın olmayıb, az yox olsaydı yaxşıydı, mağıl bir dənə də doğub ona verərdim. Sonra da 20 yaşında hamısını birləşdirərdim, gətirərdim, soxardım evə, deyərdim, gəlin oturun. Profildə çirkinsən bacı, az həyatda qəşəngəm mən də. Burada nə gündəyəm mən? Həyatda qəşəngəm. Az bir dənə bacım olsaydı, uşağıma baxam. Hamı yoxdur. Qayınlarla sağaldım valla, ama bu kız yığım etməyib. Nə aşkım, baş düşmədim, nə olub? Yine ne oldu sizə? Yine başınız xarab oldu, qaldı üstümə. Ne oldu sizə? Roliklerimi tapdın? Rolik. Anne ayağımı yana eləyir o. Niye? Balacadır. Ya mən əyri sürəm axı, deyil buna görə eləyir. Aa, düzgün sür də mama qurban. Amma mən əyriyə öyrəşmişəm. Sonra ilk başda əyri öyrətmişəm. Gid öyrən də, qəşəng çorab giyin, qalın çorab. Gid öyrən də mama qurban. Yayda öyrən, sür. Ayaqlarına sıçsın. Şimdi mən ruj sürürəm. Ya bilmem ay kızım, sənə görə deyirəm, nə bilim. Lalə, eşitirsən? Sən məni küçədə görəndə, heç sənin o zvanyalı ərində yanında olsa, sən mənə heç nə deyə bilmərsən. Kimin arvadı olursan, kimin qızısan, kimin gəlinisən, kim sənin dalında durub, qabağında durub. Mən üçün bir sən nədir belə? Yəni, mən üçün hava xoşdur. Sən niyə mənim əlimdən yanırsan ki? Sənin ərindən uşaq doğmuşam. Qardaşınla bir yerdə qalıram. Sən mənə nə deyə bilərsən ki? Hə? Kuxmaya. Yox, otağımda içəcəyəm.
Ver gətirsin qız. Səni görəndə iki kəlmə. Sən mənə görəndə ancaq mənə öpüb salam verə bilərsən. Sən belə o dörsən də, yəni sən kimi kişilər, sən kimi qızlar. Mənə heç kim heç nə deyə bilməz. Mənim dalımda heç kim durmayıb. Mən özümü belə yıxılanda tuturam belə. Belə yıxılıram, belə tuturam. Amma mənə bu vaxta qədər heç kim heç nə deyə bilməz. Mənə söz deyəcək. Sənin o güvəndiyin bəzi kişilər var, bir-iki dəfə salam vermirsən onlara. Aycan. Gəlinlik makyajı istəyirəm. Səni gördüm, bax gəlinlik yadıma düşdü. Qəşəng gəlinlik makyajı istəyirəm, fotosessiya istəyirəm. Nəsə beynimə düşüb.